Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Missiya TV-nin efirində Zərintac Mayıs qızıdır. Ölkədə və dünyada bu saata olan ən vacib xəbərləri təqdim edirik. Azərbaycan prezidenti İlham Əliyev Portuqaliyalı həmkarı Marcelo Rebelo de Souza'nı bu ölkənin milli bayramı münasibətilə təbrik edib. Missiyazın xəbərinə görə təbrikdə deyilir. Portuqaliya Respublikasının milli bayramı münasibətilə sizə və sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycanla Portuqaliya arasında münasibətlərin xalqımızın mənafələrinə uyğun olaraq dostluq məcrasında inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Bu xoş gündə sizə möhkəm can sağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqına daim rifah arzuluyuram. Azərbaycanda Qurban Bayramı ilə əlaqədar qeyri-iş günlərində 230 yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Belə ki, Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 230 yanğına çıxış, 20 köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası və 2 intihara cəhd faktı üzrə qəza xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirə salınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə Nazirliyin qüvvələri tərəfindən bayram günləri ərzində 8-i azyaşlı olmaqla 28 nəfər xilas edilib, 2 nəfər təxliyə olunub, 4 nəfər xəsarət alıb, 4 nəfərin meyti aidiyyəti üzrə təhvil verilib. İyunun 9-da ölkə ərazisində qeydə alınan 51 əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə axtarışda olduğuna görə ümumilikdə 33, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb. Azərbaycan dili imtahanında iştirak etmək üçün qeydiyyat başa çatır. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin mayın 4-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən və ya qeyri-məqbul qiymət alan abituriyentlər 10 iyun saat 23:59-a dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına yazıla bilərlər. Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidir. Azərbaycan dili fənni üzrə ikinci imtahan iyunun 29-da keçiriləcək. Polisin miqrantlara qarşı reydlərinə qarşı Los Ancelesda keçirilən etiraz aksiyalarının iştirakçıları polis zorakılığı ilə üzləşirlər. Missiya xarici mediaya istinadən xəbər verir ki, polis qüvvələri etirazçılara qarşı göz yaşardıcı qazlar və fişəngli qumbaralardan da istifadə edirlər. Etirazçılardan bir neçəsi rezin güllə yarasına bənzər ayaq yarası alıb. İyunun 10-na keçən gecə etirazçılar şəhərin mərkəzində hökumət binası yaxınlığında toplaşıblar. Polis cəmaatı dağıtmağa başlayandan sonra onlar toplaşan yerdən bir qədər uzaqlaşsalar da dağılışmayıblar. Etirazçıların sayı dəqiqləşdirilməyib, lakin jurnalistlər qeyd edir ki, şəhərdə eyni vaxtda bir neçə etiraz aksiyası keçirilir. Etirazları yatırmaq üçün ordudan əlavə 2000-ə yaxın Milli Qvardiyanın zabiti də Los Ancelesa göndərilib. Tehran və Vaşinqton arasında danışıqların növbəti raundu iyunun 15-də keçiriləcək. Missiya Mehr agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai məlumat yayıb. Məsləhətləşmələrə görə İran-ABŞ danışıqlarının növbəti raundunun iyunun 15-də Maskatda keçirilməsi planlaşdırılır deyə siyasətçi vurğulayıb. Xatırladaq ki, ABŞ və İran arasında danışıqların 5-ci raundu mayın 21-də Romada baş tutub. Futbol üzrə Azərbaycan millisi bugün növbəti yoldaşlıq oyununu keçirəcək. Fernando Santuşun baş məşqçisi olduğu yığma Bakıda Macarıstan seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma Liv Bonadia Arenada saat 20-də start götürəcək. Maçı Belarusdan olan Viktor Shimosik idarə edəcək. Belə hörmətli tamaşaçılar, ən vacib xəbərləri diqqətinizə çatdırdıq. Siz isə YouTube kanalımıza abunə olmağı unutmayın ki, videolarımızı operativ şəkildə izləyə biləsiniz. Sağ olun, salamat qalın.